Salam uşaqlar, bu dəfə də dim toplu birinci hissədən davam edirik. 4 dənə məsələyə baxacaq. Deməli, bucağın tən böləni üzərində götürülmüş nöqtədən bu bir tən böləndir, yəni alfa və alfa. Bucağın tərəflərinə endirilmiş perpendikulyarların bərabər olduğunu isbat edin. Yəni bu KN-dən NM-in bərabər olduğunu isbat etməliyik. Amma hələ bərabər olduğunu bilmirik. Deməli, mən burada 2 dənə üçbucaq görürəm. Bir bu üçbucaq, bir də bu üçbucaq. Bu üçbucaqların hər ikisi düzbucaqlı üçbucaqdır. Aha, bunların da bərabər olduğunu bildik. Demək, 2 dənə düzbucaqlı üçbucaq var əlimizdə. 2 dənə düzbucaqlı üçbucağın iti bucaqları bərabərdir və düzbucaqlı ortaqdır. Bu da aydın məsələ. Və hipotenuza fikir versək, hər iki düzbucaqlı üçbucaq üçün hipotenuza fikir versək, hər ikisinin hipotenuzu ON-dir. Yəni ki, hər ikisinin hipotenuzu eynidir. Və bu hər hansı bir TBT, BTB əlaməti deyil də, belə bir qayda deyə bilərik ki, əslində əlaməti də gətirəcəm. Deməli, qayda deyə bilərik ki, əgər düzbucaqlı üçbucaqların bir iti bucağı və hipotenuzu eynidirsə, bu düzbucaqlı üçbucaqlar bərabərdir deyə bilərik. Amma başqa bir yandan baxsaq, bir iti bucaq alfadırsa, digər iti bucaq beta olsun. Digər üçbucaqda da iti bucaqların cəmi 90 dərəcədirsə, bir iti bucaq alfadırsa, digər iti bucaq da beta olacaq. Yəni 2 dənə üçbucağın 2 bucağı bərabərdirsə, üçüncü bucaqları da avtomatik olaraq bərabər olmuş olur. O zaman bu 2 üçbucaq üçün yenə ON hipotenuzu eynidirsə, o zaman BTB əlaməti olmuş olacaq. Az öncə dediyim qayda kimi də düşünə bilərik, BTB əlaməti kimi də düşünə bilərik. Və alfa bucaqlarının, beta bucaqlarının və ON tərəfinin də hər iki üçbucaqda eyni olmasına görə və bununla da əlaqəli olaraq BTB əlamətinə görə, buradan çıxardığımız nəticə olaraq BTB əlamətinə görə də bucaq tərəf bucaq. Bu üç bucaqlar bərabər olmuş olur və nəticə olaraq bu üç bucaqlar bərabər olmuş olursa, alfa bucaqlarının qarşısındakı katetlər, yəni KN kateti ilə MN katetinin uzunluqları bir-birinə bərabər olmuş olur və məsələ isbat olunmuş olur. Keçək digər məsələyə. Üçbucağın bərabərliyi əlamətlərinə uyğun digər bir məsələ. Deməli, üçbucağın iki medianı bir-birinə bərabərdirsə, bu üçbucağın bərabəryanlı olduğunu isbat edin deyir. İndi şəkildən belə başa düşürük ki, AB, AE medianı ilə BD medianı bir-birinə bərabərdir. Bunları mavi rənglə işarə edirik. İndi biz bilirik ki, üçbucaqlarda medianlar kəsişmə nöqtəsində 2/1 nisbətində bölünürlər. O zaman bu hissə 2K, bu hissə də K olacaq. Digər median da bu mediana bərabər idisə, BD AE-yə bərabər idisə şərtə görə, o zaman AE də 2K-ya 1K nisbətində bölünəcək. 2K, bu da 1K nisbətində bölündü. Və burada kəsişmə nöqtəsinə diqqətlə baxsaq, burada 2 dənə qarşılıqlı bucaq var, bir-birinə bərabər olan. Yəni bu alfa bucağıdırsa, bu da alfa bucağı olacaq. O zaman rənglədiyim bu üç bucağa diqqətlə baxsaq, rənglədiyimiz bu üç bucağa, bu iki üç bucağa diqqətlə baxsaq, bu üç bucaqların bir tərəfləri bərabər, digər tərəfləri də bərabər, aradakı bucaqları da bərabər. O zaman TBT əlamətinə görə, tərəf bucaq tərəf əlamətinə görə bu üç bucaqlar bərabər olmuş olurlar. Yəni kongruent olmuş olurlar. O zaman alfanın qarşısındakı tərəflər də bir-birinə bərabər olmuş olur. Yəni AD ilə YB bir-birinə bərabərdir. YB 2 xət idisə, artıq AD də 2 xət olacaq. DC də 2 xət olmuş olacaq. Və nəticə olaraq AC tərəfi ilə BC tərəfi də bir-birinə bərabər olmuş olacaq və üçbucaq bərabəryanlı üçbucaq olmuş olacaq və məsələ isbat olunur. Keçək növbəti məsələyə. Növbəti sualda belə bir şəkil verib. Deyir ki, isbat edin ki, bərabəryanlı üçbucağın oturacağının uzantısı üzərində götürülmüş nöqtədən yan tərəflərini üzərində saxlayan düz xətlərə qədər məsafələrin fərqi üçbucağın yan tərəfindən çəkilmiş hündürlüyə bərabərdir. İndi kəlmə-kəlmə bir də oxuyaq, məsələnin qaydasını başa düşməyə çalışaq. Deməli, üçbucağın oturacağının uzantısı üzərində.
Oturacağının uzantısı dedikdə, yəni bax bu xətt nəzərdə tutulur. Həmin xətt üzərindəki nöqtə də Y nöqtəsidir. Y nöqtəsindən tərəfləri saxlayan düz xəttlərə qədər məsafələr. Yəni yan tərəfin biri budur, yan tərəfin digəri budur. Məsafələr deyəndə bir məsafə, yəni YD məsafəsidir. Məsafə olduğu üçün də 90 dərəcəni qeyd edirəm. Digər məsafə isə YC məsafəsidir. Orada da bir dənə 90 dərəcəni qeyd edirik. İndi bu məsafələrin fərqi, İndi bu məsafələrin birinə H1 deyəcəm. Yəni DY məsafəsinə H1 deyək. FY məsafəsinə də H2 deyək. Yadda saxlayaq bunları. Deyək ki, bu məsafələrin fərqi yan tərəfə çəkilmiş hündürlüyə bərabərdir. C-dən də yan tərəfə bir hündürlük çəkək. C-dən də bir yan tərəfə hündürlük çəkdiyimizdə C nöqtəsindən bir dənə sərqəli hündürlük çəkək yan tərəfə. Bir dənə də hündürlük olsun bu. Bu hündürlüyə bərabər olduğunu göstərmək lazımdır. İndi ilk olaraq C-dən də, Y-dən də AB tərəfinə gedən xəttlərin 90 dərəcə əmələ gətirməsindən bu iki xəttin paralel olduğunu bilirik. İlk öncə bunları yadda saxlayaq və burada da 90 dərəcələr qeyd olunmuşdur. İndi isə bu şəklin bu hissəsinə diqqət yetirək. Bu hərflər biraz pozuldu, bunları düzəldək. Y nöqtəsi, F nöqtəsi və C nöqtəsi. Bu hissəyə diqqət yetirək. Biz az öncə dedik ki, DY FY H2-yə bərabərdir. Biz bu FY-yə H2 deyək. İndi bu sağda qeyd etdiyim 90 dərəcəni də o sağdan silib sol tərəfdə qeyd edəcəm. Yəni bu yanda qeyd edəcəm. Və C nöqtəsindən digər tərəfə 90 dərəcə əmələ gətirəcək bir xətt çəkirəm. Bu şəkildə 90 dərəcə əmələ gətirəcək bir xətt çəkirəm. Bu nöqtəni də bir dənə H nöqtəsi adlandıraq. İndi burada 2 dənə düzbucaqlı üçbucaq görürük. O düzbucaqlı üçbucaqlardan yuxarıdakının bucağına bir alfa deyək. İti bucağına bir alfa desək, biz az öncə bu xəttlərin, bu iki xəttin paralel olduğunu qeyd eləmişdik. Onda uyğun bucaq olaraq bura alfadırsa, bu bucaqda alfa olmuş olacaq. İndi böyük şəklə bir daha qayıdaq. Böyük şəkildə biz burada bir 90 dərəcə qeyd elədik, axı hündürlük çəkmişdik. Bu bucaq alfa olsa, digər bucaq da bir beta olsun. Yəni bir düz bucaqlı üç bucağın içərisində bir bucaq alfadırsa, bir bucaq da beta olsun və nəzərdə tutaq ki, alfa topla beta 90 dərəcədir. İndi bu üç bucaq bir bərabər yanlı üç bucaq olduğundan bu bucaq betadırsa, bərabər yanlı üç bucağın bu bucağı da, yəni hansı bucağın söhbət gedir? ACB bucağı da ümumiyyətlə beta olacaq. Yəni bu bucaq rənglədiyim hissə, bu hissəyə baxaq diqqətlə. Bu rənglədiyim hissə bütövlükdə bir beta olacaq. O zaman bununla qarşılıqlı bucaq olaraq balaca düz bucaqlı üç bucaqlardakı bu bucaq da qarşılıqlı bucaq olaraq bu bucaq da beta olmalıdır. Az öncə dedik ki, alfa ilə betanın cəmi 90 dərəcə. O zaman bu düz bucaqlı üç bucaqda, bu düz bucaqlı üç bucaqda bir iti bucaq betadırsa, digər iti bucaqda alfa olacaq. Eyni zamanda digər üç bucaqda da bir bucaq alfadırsa, digər bucaq beta olacaq. Şəklin bu hissəsinə diqqətlə baxsaq, iti bucaqları eyni olan iki dənə düz bucaqlı üç bucaq və ikisinin də hipotenuzu CY-dir. İkisinin də hipotenuzu ortaqdır. Yəni bu iki dənə üç bucaq bir-birinə bərabərdir. Yəni ki, bu FY tərəfi H2-dirsə, onda bu HY tərəfi də H2 olacaqdır. İndi qayıdaq böyük şəklə. Böyük şəkildə DY tərəfinin uzunluğunun H1 olduğunu bilirik. Az öncə şərtdə qeyd eləmişdik onu. DY tərəfinin uzunluğu H1-dir. DY uzunluğu H1. İçərisindəki HY uzunluğu isə H2-dir. İndi bu şəklə ortadakı baxın, bu şəklə diqqətlə baxsaq, burada bir düz bucaqlı var. Hardan bilirik bunun düz bucaqlı olduğunu? Buradakı düz bucaqları görürük, soldakı düz bucaqları görürük. Sağda da bir hündürlük çəkmişdik.
Deməli, burada düzbucaqdır. Demək, şəklin ortasında bir düzbucaqlı vardır. Yəni ki, C-dən çəkilmiş hündürlüyü, məsələn, M hündürlüyü deyim, CM hündürlüyü və HD, yəni o düzbucaqlı olduğu üçün CM ilə HD-nin uzunluqları bir-birinə bərabərdir. Yəni, mən bu CM-ə bir x desəm, HD də bir x olmalıdır. Bunu yaddan çıxartmayaq. İndi ən sonda DY parçasına diqqətlə baxsaq, DY parçasının içərisində x və H2-nin cəminin H1-ə bərabər olduğunu görürük. Buradan da x bərabər olur, H1 çıxılsın H2-yə. Yəni, məsələnin şərtində olduğu kimi, yan tərəflərin uzantılarına qədər olan məsafələrin fərqi sol yan tərəf olan AB-yə çəkilmiş CM hündürlüyünə bərabərdir və məsələ isbat olunmuş olur. Keçək digər məsələyə. Növbəti sualda deyir ki, ABC bərabər tərəfli üçbucaqdır. Yəni, şəkildə bir bərabər tərəfli üçbucaq verib və bu bərabər tərəfli üçbucağın daxilində bir çevrə çəkib və digər çevrəni elə çəkib ki, o həm tərəflərə, həm də bu çevrəyə xaricdən toxunur və deyir ki, isbat edək ki, böyük çevrənin radiusunu kiçik çevrənin radiusuna bölsək, cavabda 3 alınır. Belə bir şərt. Deməli, ilk öncə bərabər tərəfli üçbucaqlar üçün belə bir qayda xatırlayaq ki, bunu əvvəlki məsələlərdə isbat etmişik. Deməli, bərabər tərəfli üçbucaqda böyük radius A köşdü 3 A tərəfi nəzərdə tuturam. A köşdü 3 bölü 3. Kiçik radius isə A köşdü 3 bölünsün 6-dır. Və buradan da belə bir nəticə alırdıq ki, böyük radius kiçik radiusdan 2 dəfə böyükdür. Bunu yaddaşda saxlayaq. İndi bu şəkildə əgər O nöqtəsi ilə C nöqtəsini birləşdirsək, həmin bu OC xətti üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu olacaq. İlk öncə bunu yadda saxlayaq. Və böyük radiusda kiçik radiusdan 2 dəfə böyük olduğundan OC 2 radiusa bərabər olacaq. Və OC-nin daxilində çevrələrin toxunduğu nöqtələrə qədər məsafə bir R olduğundan, yəni məsəl üçün o hərfə toxunma nöqtəsinə bir hərf deyək, məsəl üçün A deyək. ABC üçbucağın tərəfində var. D deyək, məsəl üçün. D deyək. İndi OD əgər R-dirsə, o zaman DS də R olacaq. Çünki ümumi 2 R idi axı. O zaman baxın buradan, belə kənarda göstərməyə çalışacağım bunu. Bu hissə bərabərdir R-ə. İndi ikinci bir üçbucaq. İkinci tərəfdə də bir bərabər tərəfli üçbucaq qurmaq olar. Lap bərabər tərəfli üçbucaq qurmasaq da, bu C bucağın 60 dərəcə olduğunu biliriksə, eyni qaydalar kiçik dairə üçün də keçərli olacaq. Kiçik çevrə üçün də keçərli olacaq. Kiçik çevrədə də bu hissə əgər R1-dirsə, şəklin o hissəsini biraz böyüdək. Əgər bu hissə R1-dirsə, ümumi çevrənin radiusu da böyük çevrənin radiusundan 2 dəfə kiçik olacaq. Yəni ki, əslində belə fikirləşə bilərik bunu. Burada da həmin qayda keçərli olmalıdır. Bura 2R1 olmalıdır. Amma bunu başqa cür, məsəl üçün, bayaqki qaydaları da etməmiş olsaydıq, belə də ispat edə bilərdik. Məsələn, bu 60 dərəcədirsə, 2 dənə toxunan arasından çıxan xəttdən bölən olursa, bura 30 dərəcə olmuş olur. Burada 30 dərəcə olmuş olur. Əgər bu xətt görürük ki, R-dirsə, onda böyük xətt 2R olmuş olur. Yəni OC xətti 2R olmuş olur. Yenə də biz bunun R olduğunu görmüş ola bilirik. Bərabər tərəfli üçbucaqda xarici və daxili çəkilmiş çevrələrin radiuslarının qaydasından da onu bilirdik. Bu şəkildə də bilmiş olduq. İndi kiçik üçbucağa baxsaq, yəni bu kiçik üçbucağa baxsaq bu hissəyə. Burada qarşı tərəfin 30 dərəcənin qarşısındakı katetin, yəni əslində o katetdir, çünki radius toxunumunu 90 dərəcəni gətirir. R1 olduğunu görürüksə, o zaman O1C xətti 2R olmuş olacaq. Yəni bu xətt, bu 30 dərəcəni silək, hələlik lazım deyil. Baxın, bax bu xətt 2 dənə R1 olmuş olacaq. DO1 xəttinin də bir R1 olduğunu biliriksə bu çevrəyə görə, o zaman diqqətlə baxsaq bu şəklə, bu uzunluq həm R-dir, həm də
R1 ilə 2 R1-in cəmi 3 R1-dir. Yəni solda yuxarıda yazaq. Bu qaydaya əsasən R bərabərdir 3 R1-ə. Və nəticə olaraq əgər R 3 R1-ə bərabərdirsə, tənasübün də xassələrindən istifadə edərək ya da ifadənin hər tərəfini R1-ə bölərək R bölünsün R1-in bərabər 3 olduğunu isbat edirik. Məsələ isbat olunmuş olur. Və bununla da birinci hissə test toplusundan 4 dənə məsələyə baxmış olduq. Və bir məsələni də qeyd edim ki, nəzərdə tutduğum amma baxmadığım bir məsələ bugünkü. ABC üçbucağında belə bir şey verib və deyir ki, bu fiqur, ortadakı bu fiqur kvadratdır və bizdən bunu isbat etməyimizi istəyir. Bu məsələni niyə etmək istəmədim, niyə baxmayaq? Çünki ikinci isə test toplusunda da biz bu məsələdən həll eləmişdik. Orada FK-nın kvadratının bu iki hissənin hasilinə bərabər olduğunu isbat edin demişdik. İndi o kvadratın əvəzinə fiqurun sahəsi o ikisinin hasilinə bərabərdir deyir. Eyni məsələ olduğu üçün bir də təkrar baxmaq istəmədim. Oxşarlıqla həll olunur. Həmin məsələyə də isbat 18 videosunda baxa bilərsiniz. Bu qədər. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti videolarda təzədən birinci hissədən qalmış isbat suallarına baxacaq. İzləmədə qalın. Sağ olun.